Müəllim, nəsə seçə bildiniz? Qulaq as, sizdə elə bir şey var ki, heç yanda olmasın. Özel bir şey olsun. Əlbəttə ki var. Bizim Şef Power'ın özel sürpriz menüsü var. Ondan istəyirsiniz? Ay sağ ol, mən istəyəndəndir. Bax qardaşım, soğansız olsun, sarımsaqsız olsun, yağsız olsun. Özdə ki mən gördüyüm məni təəccübləndirsin. Davay tez elə. Oldu müəllim. 10-15 dəqiqəyə hazır. Şef, orada bir dənə özündən razı müştəri gəlib. Nə bilim, yemək yağsız olsun, soğansız, sarımsaqsız, bunu təəccübləndirsin. Neyəyə bilərsən? Elə şey yoxdur bizdə. Təəccübləndir, neynə? Bir dəqiqə dayan. Sən can gör neyirsən, bir şey fikirləş də təəccüblənsin. İndi həll eləyəcəm. Al apar bunu ver ona. Buyurun, heç yerdə olmayan gözəlliyi sizi heyran edəcək. Yağsız, soğansız, sarımsaqsız. Şef Power'dan özel sürpriz. Bu nədir? Bu məkanımızın ən gözəl və sizi heyran edici görüntüsü. Siz. Təşəkkür edirəm. Buyurun, biz təşəkkür edirik. Müştəri məmnuniyyəti hər şeydən önəmlidir. Ay çox sağ olun. Çox xoşbəxt elədiniz məni. Mənə bir yemək verə bilərsiniz, amma mən 4 nəfərin yerinə yeyirəm ha. Onda sizə milli kebab seti təklif edirəm. 4 nəfərlik. Bəyəndiniz müəllim? Yemək əla. Heç tam yeyib tuta bilmədim. Bu güzgü məsələsi var ha, sürpriz. Elə bil oxdan düz ürəyimin başından vurdunuz. Nasıl atmısınız mənim? Görüşərik. Bax, buna deyərəm müştəri məmnuniyyəti.